yəni səhər namazı, sübh namazı və həmçinin də məğrib namazından, axşam namazından sonra oxunan zikirdir. Namazdan dərhal sonra. Hədisdə belə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim fəcr və həmçinin də məğrib, yəni səhər və axşam namazlarından sonra ayaqlarını tərpətmədən və həmçinin də danışmadan öncə bu zikri oxuyarsa, hansı zikirdir? La ilahə illallahu vahdehu la şərikə ləh, ləhul mulku və ləhul hamdu yuhyi və yumit və huvə alə kulli şeyin qadir. Onun üçün bu fəzilətlər hasil olar. Bu savablar onun üçün yazılar. Birincisi, ona 10 savab yazılar. 10 savab qazanır. İkincisi, onun 10 günahı silinər. Üçüncüsü, 10 dərəcə yüksəldilər. Dördüncüsü, o gün pisliklərdən qorunar. Beşincisi, şeytandan mühafizə olunar. Altıncısı, o gün yalnız şirk günahı istisna olmaqla başqa günah ona zərər verməz. Ancaq başqa hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləmin bu zikrin eyni ilə bu şəkildə deyilməsinin başqa bir fəzilətini gətirmişdi. Deməli, bu fəzilət, birinci götürdüyümüz fəzilət fəcr və məğrib namazından sonra insanın ayaqlarını tərpətmədən, danışmadan öncə bu zikri etməsidir. Ancaq indi dediyimiz fəzilətlər isə insanın səhər və axşam bu zikri etməsindədir.